Salam əziz izləyicilər, gəlin 20 sınavdan 28-ci sualın izahına baxaq. Bizə verir ki, ABCD trapesiyasında AN bərabər MY bərabər YB və DN bərabər NF bərabər CF olarsa, X plus Y cəmini tapın. İndi gəlin əvvəlcə AYFD bu trapesiyasına baxaq. İndi şərtdə verdiyi kimi AM MY-yə bərabərdir, DN də NF-ə. O zaman MN orta xətt olacaq. Trapesiyanın orta xətti necə tapılırdı? Oturacaqların cəmini yarısına bərabər olurdu orta xətt. İndi gəlin bu qaydanı tətbiq edək. O zaman 16 bərabər olur 2y üzərinə gəlsin 14 bölünsün 2. Çarpaz vursaq 2y üzərinə gəlsin 14 bərabər olar 32. 2y bərabərdir 18-ə, y də bərabərdir 9-a. Buradan y-i 9 tapırıq. İndi gəlin bu trapesiyaya baxaq. Yəni MBCN bu trapesiyasına baxaq. Burada da MY, YB-yə, NF isə FC-yə bərabər olacaq. İndi burada YF orta xətt olacaq. Gəlin yenə orta xəttin qaydasını tətbiq edək. Bura 14 bərabərdir 16 üzərinə gəlsin 3x bölünsün 2. Çarpaz vursaq 28 bərabərdir 16 üzərinə gəlsin 3x. Buradan 3x-i tapsaq 12 edər. X da olar 4. X-də 4 tapdıq. Bizdən x plus y cəmini istəyirdi. X plus y də 4 üzərinə gəlsin 9, 13 edər. Demək cavabımız oldu 13.